kartof və taxıl bir-birini əvəz eləmir. Frontiers in Nutrition jurnalında dərc olunmuş yeni tədqiqat göstərir ki, kartof ilə taxıllar sağlam pəhrizdə bir-birini tam əvəz edə bilməz. Kartof kaliy, B6 və C vitamini, maqnezium kimi mühüm mikroelementlər, lif və kompleks karbohidratlar ilə zəngindir. Məsələn, orta ölçülü kartof gündəlik kaliy ehtiyacını təxminən 11%-ni, B vitamininin isə 10%-ni, həmçinin lif, maqnezium, niasin kimi digər faydalı maddələri qarşılamağa kömək edir. Lakin tədqiqatın diaqnostik modelləşdirilməsinə əsasən taxılları kartof və nişastalı tərəvəzlərlə əvəz etmək dəmir, folat, sink, kalsium, B vitamini kimi bir sıra önəmli mikroelementlərin qəbulunu azaldır. Bundan başqa taxıllar lif və bəzi iz elementləri baxımından kartofdan üstündür. Bu da həzm sağlamlığı, qanın keyfiyyəti və enerji mübadiləsi üçün vacibdir. Nəticə budur ki, diyetlə yalnız kartof və ya taxıllara əsaslanmaq düzgün deyil. Həm kartof, həm taxıllar, həm digər tərəvəz və qida qrupları balanslı şəkildə birləşdirmək lazımdır ki, orqanizm bütün vacib maddələrlə təmin olunsun deyə tədqiqatda vurğulanır.